Antalya Diplomatik Forumu çərçivəsində keçirilən görüşdə Bakı sülh sazişi ilə bağlı Azərbaycanın qanuni şərtlərini bir daha İrəvanın yadına salıb. Ermənistanın konstitusiyası dəyişməlidir. Həmçinin ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Maneə nədir? Ermənistan Azərbaycanın legitim şərtini yeni kimi qəbul edir. Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində önəmli istiqamətlərdən biri sərhədlərin delimitasiyası və demarkasiyasıdır. Azərbaycan bu prosesə nikbin baxır. Bu fikirləri Xarici İşlər Naziri Ceyhun Bayramov Sloveniyadan olan həmkarı Tanya Fayonla birgə mətbuat konfransında bildirdi. Antalyada Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzayanla görüşü faydalı hesab edən nazir, sülh sazişinin imzalanması üçün Azərbaycanın iki şərtinin əhəmiyyətinə diqqət çəkdi. Sülh sazişi ilə bağlı prosesin tam yekunlaşdırılması və onu imzalanma səviyyəsinə gətirib çıxartmaq üçün Azərbaycanın legitim gözləntilərini Ermənistan tərəfindən detalları ilə bir daha, mən deməzdim ki, izah etmişik, yadlarına bir daha saldı və bu Ermənistan konstitusiyasına dəyişikliklərin edilməsinin labüdliyi və eyni zamanda Minsk qrupunun saxlanmasında israr edilməyin perspektivsizliyi bir daha da Ermənistan tərəfinin diqqətinə çatdırıldı. Ceyhun Bayramov qeyd etdi ki, Naxçıvana maneəsiz keçid məsələsi hələ də həllini tapmayıb. Ermənistan legitim tələblərimizi yeni şərtlər kimi təqdim etmək istəyir. Lakin bu belə deyil. Çünki biz bu tələblərin icrasını 2022-ci ildən Ermənistandan gözləyirik. Ümumi kommunikasiyaların açılmasına əlavə olaraq Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında burada xüsusi bir yanaşma tələb olunur. Və bu xüsusi yanaşmanın tələb olunmasının da məntiqi ondan ibarətdir ki, bu unikal bir vəziyyətdir. Çünki bizim bölgədə ikinci belə bir hal yoxdur ki, bir ölkə iki yerə başqa ölkə ərazisi vasitəsilə parçalanmış olsun. Sloveniyanın Xarici və Avropa İşləri Naziri Tanya Fayon isə qeyd etdi ki, Azərbaycan və Ermənistanın səfərinin məqsədi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi ilə tanış olmaqdır. Biz hər iki ölkə arasında sülhün bərqərar olmasında maraqlıyıq. Mən sülh sazişinin mətninin yekunlaşdırılmasını alqışlayıram. Eyni zamanda hər iki tərəfi sazişi tez bir zamanda imzalamağa dəvət edirəm. Bu sazişin mühüm əhəmiyyəti olacaq həm regiona, həm də digər dövlətlərə. Sülh sazişi imzalandıqdan sonra Mərkəzi Asiya və Avropanı şərqlə qərbi birləşdirmək baxımından çox mühüm töhfələr olacaq. O da vurğulandı ki, Sloveniya artıq Azərbaycan təbii qazının alıcıları sırasına daxil olub. Ötən il iki ölkə arasında ticarət dövrəsi 30 milyon dolları üstəliyib. Bu göstəricinin artırılması üçün işlər görülür. Əczaçılıq sahəsində birgə istehsal müzakirə edilir. Sloveniya ilə Azərbaycan həmçinin mina təmizləmə sahəsində də əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Rüstəm Mikazadə, Atababa Vəliyev, İTV Xəbər.